İnsan dəstəmaz və ya qusul edəcəyi müddətdə bilir ki, namazının yarısı və yaxud da ki, bütövlüklə qəzaya gedəcək, onda təyəmmüm etməlidir. Əgər qüsul və dəstəmaz etməyi uzatsa, ta namazın axır vaxtını təyəmmüm ilə qılsa, o namazı gecikdirdiyinə görə günah etmiş sayılır, amma təyəmmümlə qıldığı namazı doğrudur. Alimlər buyurur ki, ehtiyata əsasən o namazın qəzasını yerinə yetirsin. Dəstəmaz və qusul edəcəyi müddətdə namazının qəzaya gedib getməməsi barədə şəkk edən insan gərək təyəmmüm etsin. İnsan su ilə dəstəmaz və qusul edib namazını ixtisarlaşdırıb, yəni sadəcə vacibləri deyib, müstəhəbləri, yəni bəyənilən işləri görmədən qıla biləcəyinə vaxtı varsa, onda elə su ilə dəstəmaz qusul etməlidir və namazı müstəhəblərsiz qılmalıdır. Hətta surəni oxumağa vaxtı olmasa da belə, onda surəni də oxumamalıdır. Burada Fatihənin yanındakı surədən söhbət gedir. Yəni Fatihə surəsi oxunacaq, ondan sonra məsələn İxlasdırsa o oxunmur, ruku, səcdə